Turan və Zirə azərkeşləri və digər azərkeşlərimiz, hər biriniz yaxın oturun, çünki bir tərəf olaraq bir mövqeyimi bildirəcəm sizlərə, bir Tovuz olaraq. Bəli, əvvəlcə bir məsələni dəqiqləşdirək ki, sonradan heç kim sözümüzü təhrif etmiş olmasın. Bəli, Turan Tovuzun konferans liqasına buraxılmaması ilə bağlı ortaya çıxan səbəb 2019-cu ildə danışılmış oyun iddialarıdır. Bunu heç kim inkar etmir. Hadisə baş veribsə araşdırılmalı və məsul şəxslər cavab verməlidir. Amma bir sual da var. 2019-cu ildə klubu idarə edənlərlə bugünkü klubu idarə edənlər eyni adamlardırlarmı? Xeyr. O dövrün qərarlarını verən şəxslərlə indiki rəhbərlik arasında fərq var. Digər tərəfdən, əgər bu məsələ illərlə klubun üzərində qalacaq qədər ciddi idisə, niyə vaxtında tam aydınlaşdırmadı, kimlərin məsuliyyəti daşıdığı ortaya qoyulmadı? Bu sualların da cavabını da görmək istəyirik. Çünki günahkar kimdirsə, məsuliyyət onun üzərində olmalıdır. İndi isə keçək əsas məsələyə. Bəzi insanlar məsələyə qərəzli yanaşır və elə təqdim edirlər ki, güya Tovuz azərkeşlərinin Zirəyə etirazı Avropa kuboklarına hansısa klubun getməsi ilə bağlıdır. Əsla belə deyil. Zirə yerində Azərbaycanın istənilən başqa klubu olsaydı, inan ki, bu qədər narazılıq yaranmazdı. Məsələnin kökü tam başqadır. Turan Tovuz KAS prosesində Zirəyə rəsmi məktub göndərərək xahiş etmişdi ki, UEFA tərəfindən 3-cü zərər çəkmiş tərəf kimi göstərildiyinə görə KAS-a yazılı şəkildə bildirsin ki, Turan barədə veriləcək istənilən qərara etiraz yoxdur. Bu Turanın hüquqi mövqeyini gücləndirə biləcək bir addım idi. Amma Zirə bu məsələyə təəssüflər olsun ki, dəstək vermədi və məsuliyyəti üzərinə götürmək istəmədi. Digər tərəfdən isə Zirənin, daha doğrusu Turanın Zirəyə göndərdiyi həmin məktubdan günlər əvvəl Azərbaycan klublarının Turana dəstək məqsədi ilə imzaladığı hüquqi təsiri olmayan bir bəyanat mediada geniş şəkildə təqdim edildi. İnsanlara 11 klub dəstək olduq, Turana dəstək olduq kimi bir mesaj verildi, amma real hüquqi prosesdə lazım olan addım atılmadı. Ona görə də Tovuz azərkeşlərinin narazılığı Avropaya kimin getməsi ilə bağlı deyil, konkret olaraq bu hadisələrə və münasibətlərə görədir. Bir də kimlərsə gəlib Tovuzlulara siz Zirənin rəqibini dəstəkləyirsinizsə, sabah erməni klubunu da dəstəkləyirsiniz kimi absurd ittihamlar irəli sürür. Bu sözlər Tovuz cəmaatına demək ən az ədalətsizlikdir. Tovuz Azərbaycanın sərhəd bölgəsidir. Bu torpağın insanları müharibənin nə olduğunu hamıdan yaxşı bilir. Şəhid verib, evindən, obasından ötürü mübarizə aparıb. Heç kəsin Tovuzluların vətənpərvərliyini sorğulamaq haqqı yoxdur. Fikirlərlə razılaşmaya bilərsiniz, amma hadisələri təhrif edib sanki bütün etirazın səbəbi Zirənin Avropaya getməsi imiş kimi göstərmək düzgün deyil. Problem Zirənin Avropaya getməsi yox, Turan Tovuzun yanında olunmadığını düşündürən davranışlardır. Məhz buna görə insanlar narazıdır. Bu fərqi görmək lazımdır.